Çox vaxtı xəstələr müraciət eləyəndə belə bir şeylə rastlaşıram ki, xəstələr tutalım nefroloq əvəzinə uroloqun yanına gəlir, hətta uroloqun əvəzinə nefroloqun yanına gedir. Bu məsələdə biraz aydınlıq gətirmək istərdim ki, nefroloqla uroloqun fərqi nədir? Sahə barədə hər həkim hansı xəstəliklərlə məşğuldur, belə deyək. Nefroloq ümumiyyətlə böyrək funksiyasından məşğul olan həkimdir. Yəni ki, böyrəklərdə müəyyən proseslər baş verir, filtrasiya prosesləri, yəni ki, bizim bədəndə olan maye, qan böyrəkdən keçərək təmizlənir zərərli maddələrdən və o proses sadə bir proses deyil. Prosesdə hansısa bir problem yarananda müəyyən böyrək tərəfindən problemlərə gətirib çıxarda bilər. Tutalım, glomerulonefrit dediyimiz bir xəstəlik var, böyrək çatmamazlığı. Bunlarla nefroloq məşğul olur. Uroloqla nefroloqun fərqi nədir? Tutalım, böyrəyin funksiyası nəyəsə görə lazım olan qədər işləmir də, yəni yerinə yetirmir funksiyasını. Əsas burada səbəbi vacibdir. Əgər böyrəkdə tutalım daş, törəmə, kista və hansısa bir xəstəlik yoxdursa və öz-özünə böyrək funksiyası düşür yavaş-yavaş, bu çox güman ki, nefroloji bir durumdur. Amma əgər böyrəkdə daş var, tutalım, kista var, törəmə var və hansısa orqanik bir patologiya var, böyrəyin işinə maneçilik göstərən bir xəstəlik, hal-hazırda o xəstəliklərlə uroloq məşğul olur. Yəni, əsas fərq bundadır. Bəzi vaxtlarda bizim nefroloqlarla işimiz, belə deyək də, yan-yana gedir. Tutalım, hansısa xəstə gəlir, onda böyük bir daş var və o daş elə bir durumdadır ki, böyrəyin işinə maneçilik yaradır və xəstədə böyrək çatmamazlığı var. Və biz nefroloqla bir yerdə bu xəstəni bu durumdan çıxartmaq üçün ola bilsin ki, bəzi xəstələrə dializ lazım olur. Dializ, yəni ki, qanın zərərli maddələrdən təmizlənmə, yəni süni böyrək kimi aparat qoşulur və onu nefroloqlar, belə deyim də, icra edir bu proseduranı. Əsas fərqimiz bundadır. Xəstələr gəlir və əgər tutalım biz uroloji bir problem görmürüksə, nefroloji bir problem görürüksə, əlbəttə uroloq mütləq bu xəstəni nefroloqa yönləndirməlidir. Nefron sözündən gedir, nefroloq. Nefron da ki, böyrəkdə olan hüceyrədir, hansı ki, bu filtrasiyanı, bu prosesləri yerinə yetirir. Yəni ki, nefron, nefroloq, bunlar hamısı bir sözdən gəlir. Yəni, həkim hansı ki, böyrəyin funksiyasına baxan həkimdə, belə deyək.